Abbasxan, incitmək və incimək. İncitmək və incimək bir-birini izləyir. Hər sözdə, hər baxışda bir zərbə var. Bir zamanlar sənlə güldüyümüz anlarda, indi isə hər şey kədərli, təklik içindədir. Bəzən sözlər daha çox zərər vurur, amma heç bir söz içimizdəki acını silmir. İncitmək bəzən təsadüf olsa da, incimək isə bir ömür boyu davam edir. Bir zamanlar heç bir sözlə üzülməzdim, amma indi hər bir kəlmə ürəyimi yaralayır. İncitmək bəzən ehtiyatsız olur, amma incimək bir xəyal kimi uzun müddət qalır. Sonsuz bir həsrət içində incitmək və incimək bir yoldaş olur. Amma biz hələ də bir-birimizi sevirik. Sadəcə sözlər bir-birimizdən uzaqlaşdırır. Sözlər danışar, dil susar bəzən. Sevgi içimizdə susqun bir ateş olar. Hər baxış bir nida, hər sükut bir fəryad. İçimdə sən, çölümdə qaranlıq qalır. İncitmək bəzən özünü qorumaqdır. İncimək isə sevginin sükutlu fəryadı. Sənə toxunmayan sözlər belə, məni sənə həsrətlə bağlayan haykırışlardır. Keçmişin qorxusu qalır havada, o anlar heç bir zaman unudulmur. Qəlbimizin dərinliyində gizlənmiş incikliklər bir ömürlük iz bırakır. Sonda bir sevda qalıb bizdə susaraq. Sözlər, kədər, baxışlar isə ayrılıq danışır. Amma unutma, bütün bu səssiz ağrılar da belə, səni hələ də sevən bir qəlb var. Mən Abbas. Səsləndirdi yazdı Mustafa.